Buradan heç bir təzyiq olmasın. O sözlə başlayacağım, o sözlə də bitirəcəm cümləmi. Heç bir barışıq olmayacaq. Və hətta kim vurğulayır ki, gecdir, heç də gec deyil. Çünki biz buradan da Bəşir müəllimə çox Səsiniz getdi. biraz həyəcanlıyam. Vəziyyətini yəqin ki, başa düşürsünüz. Bəli. Ona görə demək istəyirəm ki, heç bir barışıq olmayacaq. Belə deyim, İlduza Hacıyeva bu istintaq dövründə olsun, bu ümumiyyətlə məhkəmə başlayanda, məhkəmə istintaqı başlayan dövr olsun. Bir müraciətlər olubmu, gəlibmi? Məsələn, indi Firdovs mənə sual verdim. Sizin qapıya necə gəliblərmi? Orxan bəy, mən sizə belə bir şey deyim. İldözə xanım bizlə, Çerez Bəşir müəllimlə, Bəşir müəllim daha doğrusu özü bizə sual verdi. İldözə xanım sizinlə görüşmək istəyir. İstintaq zamanı biz yaxınlaşanda Amalin qiymətli əşyaları bizə veriləndə İldözə xanım bizimlə görüşmək istədi. Biz həmin o gündə, o otağında görüşmək istəmədik. Və Bəşir müəllim bizim vəziyyətimizi görə-görə bilə-bilə bizi başa düşdü. Belə deyək, situasiyanı buraxdı. Çox savadlı, çox vicdanlı, işini görüb. Bəşir Məmmədovdur. İş getdi məhkəməyə. Ona görə mənim deməyim odur ki, ilk gündən Bəşir müəllimin otağından heç bir barışıqdan bugünə qədər söhbət ola bilməzdi. Siz əvvəldən yəni barışıq demişsiniz ki, olmaz da, şikayətçi olmusunuz da yəni. Bəli. Bəs sonradan necə bu nəsə bu qayıtlar falan çıxırdı, eləyirdi. Bunlar da təsir elədi sizin daha da o fikrinizdə möhkəmləməyə, yoxsa necə başqa bir amillər olduğunu? Siz də fikrinizi bölüşün, çünki Firdovs müəllim vurğuladı bir-iki məsələ. Siz dediyiniz kimi o İlduzə xanımın bugünə qədər etdiyi hərəkətlər, qıcıqlar, necə deyim, necə başa salım, daha da bizi məhkum edirdi. Amma dala çəkilməmişik. Mən sualı Firdovs müəllimə verdim, indi sizə də deyirəm. Ayın 2-sinə qədər xeyli müddət var da. Yəni vəkilləri gəlsə, yəni vəkillər və sabahları məsələn sizin hüzürdür. Allah Amalaqanı rəhmət eləsin. Qeydim ki, dostlar, sabahları il dönümüdür Amalaqanın və heç müraciət ediblərmi? Biz hüzrə gəlmək istəyirik, məzarını ziyarət etmək istəyirik. Belə bir heç olmasa müraciətlər olubmu sizə? Və olubsa da sizin fikriniz necə oldu, yoxsa olacaq? Səsiniz pis gəlir, yəni keçən ildən bugünə qədər İlduzə xanım bugün əlaqəyə çıxıb SMS vasitəsilə, WhatsApp vasitəsilə mesaj yazıb ki, il dönümündə iştirak etmək istəyir. Birinci dəfə. Ondan sonra yoldaşı SMS vasitəsilə bağışıqlığı verdi. Bəs salam. Sizə yəni yazıblar. İtiraz etdim. Sizə yazıblar yəni. Bəli. Bugün birinci dəfə. Bəli. Keçən ildən bugünə qədər heç nə olmayıb. Nə zəng, qapımıza gələn,